Salam dostlar. Bəzən insanlar sual verirlər ki, doktor, analiz vermişəm, məndə zob yoxdur. Amma UZ-yə gedirəm, mənə zob deyir və yaxud da ki, əməliyyat olunmalısan deyir. Vurgulamaq istəyirəm ki, tiroid vəzinin patologiyaları iki qrupa bölünür. Bir funksional patologiyalar, bir organik patologiyalar. Bəzən xəstələr endokrinoloqlara müraciət etdikdə poliklinika səviyyəsində bunlar müəyyən bir qan analizləri ilə hormonal balansı yoxladıqda, əgər tiroid vəziyyətdirsə, yəni hormonal balans normaldırsa, artıq səndə problem yoxdur deyərək xəstələri biraz başının altına yastıq qoymuş olurlar və xəstələr elə halda müraciət edirlər ki, artıq onlarda olan düyünlərin həcmi 4-5 sm-ə qədər böyümüş olur. Bu yaxınlarda müraciət edən belə bir xəstəmiz olmuşdur. Əlində bir kitab vərəqlər var. Yığsan üstə bir kitab qədərdir və bütün analizləri olunub, hormonlar, vitamin D, digər göstəricilər hamısı və hər biri normaldır. Amma içlərində bir dənə ultrases müayinəsi yoxdur. Və biz ultrases müayinəsi əsasında xəstədə böyük ölçülü əməliyyat göstərişi olacaq qədər ölçüyə çatmış düyün aşkar etdik. Və xəstədən soruşduqda ki, siz nə qədər müddətdir bu endokrinoloqa müraciət etmişsiniz? Xəstə vurğulayır ki, 3 ildir ki, həmin həkimin yanına gedirik və həkim bizə indiyə qədər əməliyyat olunması haqqında qərar verməmişdir. Və burada ultrases müayinəsində 3,5 sm-lik bir payı tamamilə tutmuş, böyük bir düyün aşkarlandı və xəstəni əməliyyat edərək həmin problemdən qurtulmuş olduq. Diqqətiniz üçün sağ olun.